Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Cəhalət mühəndisliyinə qələbə proqramının 226-cı bölümün Allahın şükri ilə başlayıram. Hər cələsə bir addım, bir dağı dərinə uzmaqdır türk dili, mədəniyyəti, tarixi, düşüncəsi, anlayışı oqyanusunda. Və o belədə, yəni hər bir dəqiqə ki, türk dilinə, türk mədəniyyətinə, türk uyğarlıqlarına sərf edirik, orada işlədirik, vaxtımızı keçindiririk. O qədər də düşmənin yaratdığı cəhalət kitab çıxır. Dünənləri Dədəm Qurqud ya Dədə Qurqud kitabını oxuduq. Biraz baxdıq. Oxuması mənə zor gəldi. Neçə dəlili var idi, yazmışam da dəlillərin ki, zor gəldi. Amma vaqiət budur ki, biz türk dilində dərs oxumadığımız üçün, türk dilin elmi və dərin bilmədiyimiz üçün bizə çətin gəlir. Oradan hər halda keçməliyik və özümüzü bu həlakət dərəsindən çıxartmalı və düzə yerləşdirməliyik. Türk əlifbası adlı bir kitab bu gün rast gəldik. Görək ki, bu nədir və harda saxlanılır. Afghanistan Digital Library, bu da Afghanistan, amma hardadır? New York University Afghanistan Digital Library. This is a PDF version of an item in New York University Afghanistan Digital Library. Bu, Afghanistan bölümündə, Afghanistan Digital Kitabları bölümündə New York Üniversitəsində ya bilim yurdunda saxlanır. Yəni, Amerikada saxlanılır. Demişik, təəssüflə bizim bəzi dostlarımız belə inanırlar ki, Afghanistan sizindir, Azərbaycan bizimdir. Bu sözündən deyirlər ki, Afghanistan farslarındır. Afghanistan farsların deyil, Afghanistan türklərindir. Biz demişik ki, Əli Şir Nəvai dövrü türklərin orada çox böyük ədəbi, siyasi, dini, anlayış, fəlsəfə dövrüdür və türk dilini çox əcibə mərkəzdir əslində. Çünki türklərin tapılış və gəliş, inkişaf yerləri soyuqluqlardır. Yəni, Çin tərəflərindən gəlir, geçir, gəlir Afghanistan tərəflərindən getdikcə üzdən gəlir güneyə tərəf. Yəni, biraz quzeylikdən, yap quzey deyil, bir ay quzeylikdən və doğu quzey. Doğu quzeydən yavaş-yavaş zaman içində gəlirlər. Bu, bunu göstərir ki, türklər bir zaman şikəst yiyiblər və dalı oturublar. Dalı oturduqca gediblər, məsələn, quzeyə tərəf və doğuya tərəf. O da səbəb olubdur ki, türklər Tazaşdan gücləşəndə eləyə bilsinlər ki, özlərini göstərsinlər. Gedək kitabın əvvəl bir özünə baxaq, bir zahirinə baxaq, görək ki, bu kitab nədir? Kitab-ı Əşi. O nə cür yazıb, biz də o cür yazaq. Bunun biraz qəddin, boyun qıssaldaq ki, yerləşsin PDF səhifəmizə. Görək ki, nə cür görünür. Kitabın cildini göstərmir, içini göstərir. Birinci səhifə ki, yazılıb durduğunu göstərir. Burada türkisini oxuya bildik. Torkidir, türki də deyil. Torki 1920-ci ildə ehtimal verilir ki, bu kitab gedib o kitabxanaya. 72 səhifəlikdir. Hər PDF-in hər bir səhifəsində kitabın bir səhifəsini qoyubdur. Bir də kitabın sonundan əks qoyub əvvəlində. Bəllidir, kitabın cildi cırılıbdır. Baxanda görürük ki, cildi cırılıb, su dağılıb filan. Bu birinci səhifədə bir dənə əks görürük. Şəhriyar maarif pərvər, ədalətgüstar, cavani cavanbəxt, Əla Həzrət Əmir Əmanullah Xani Qazi Xədlədəllah mülkəhu və sultanə. Bu da onların o zaman
şahları imiş. Bəllidir, bu çox uzun zaman öncənin deyil. Əmanullah xan dövründə çap olmuş kitabdır. Bu kitab çapa bənzir. Əgər çap olsa, biz bunu oxumayacağıq ya da ki, çox diqqət eləməyəcəyik. Bu səhifədə bəzi hərfləri əlif, vav, d necə bir-biri ilə yazır və kəlmə düzəldir, onu öyrədir. Əvvəl ibtidai kitabdır nəzərə gələn. Ay, yay, yazı, ay, yazı, dəvə. Hələ bunları sonra bir qeydib baxarıq. Yəni bu kitaba bir tarix qoyulsa, çox da gözəl görünər. Yəni bu mədrəsə üçün yazılmış bir kitabdır, belə görünür. Çox köhnəlməyibdir, çox dağılmayıbdır. Amma heyf olsun ki, bəzi yerdə əhsləri elə salıblar ki, o yazılar qəşəng görsənmir. Amma üst-üstə yaxşı qalıbdır, yaxşı görünür. Çox yerlərini oxumulur. Dərslikdir, belə ki, görünür. Bir dərsliklə üzbəyizuq. Bir-iki yerdə də möhür görsənir. Kitabın sonuna yetişdik. Burada kitab qurtarır və əvvəlinə görək ki, əvvəlində nələr var. Bu İngilis hissəsində bir şey yazmayıbdır ki, buradan deyəm ki, nə mənədir. Kitab, indi burada yekəldək və bunun birinci səhifəsində çoxlu bir şeylər görürük. Kitabın sağ solunda üstə Huvəl əlim, Huvəl əlim Allah'a deyir, alimdir, biləndir, o bilicidir. Bunun sağında solunda iki dana amblem ya arm görürük. Bu vizarətxanaların arm olacaqdır. Bir tərəfdə qılınclı, bayraqlı bir bina kimi görünür. O birisi tərəfdə kitab və qələm, midat görünür. Zeytun yarpaqlarının içində, ya indi buğda yarpağının içində. Kitabın özü Kitab-ı Əlifba-i Türki, Həsəbül Əmri Cəlilül Qədri Məhəmməd Sultan Sultanxan, Naziri Maarif der mətbəi, Naziri Maarifdür, əlbəttə der, mətbəi Nizarəti Maarifi Təb Gərdid. Həsəb əmri Cənab-ı Cəlilil Qədr Məhəmməd Sultan Məhəmməd Süleyman Məhəmməd Süleyman əmri ilə Məhəmməd Süleyman xan Naziri Məarif Habaq 1299. O zaman ki, İran adlı yerdə Qacar Məmaliki Məhrusəsində və 1339 da nə idi? Bunun qəmərisidir. 1339. O ildə ki, Məmaliki Məhrusəyi Qacarda Rızaxan kudeta eləyir. Orada Əfqanistanda vəzir türkdür ya da hətmən türkdür, belə nəzərə gəlir. Dəstur verir ki, bu kitab çap olsun. Birinci təbində 500 nüsxə o zaman çap eləyiblər. Əfqanistanda o zaman nə qədər adam var idi ki, indi onun 500 nüsxədə o zaman bu kitab çap olubdur. Ona görə. Gedək bu qıraqda əl yazmaları görək. Kitabın burada adını görürük. Yevmi Doşənbə doyi nə mənə burada oxunmur. 2 məbləği 9 şahi xəridəm fəqət. 9 şahiyə bu kitabı alıbdır. Əhqərül İbad. Əhqərül İbad adını da burada yazıbdır. Amma əgər adını oxuya bilsək, çox gözəl olar. İnsanlar o zaman özlərini aşağı görürdülər o birislərin yanında. Amma indi təəssüflə adına nə bilim nə deyirlər, insanlar hamını özünün üstün görür. Təəssüflə oxuya bilmədim adı nədir bunun, o kitabı alan. Yəni o cəlib bir məlumat verib ki, bu kitabı o zaman
çapdır qət'ən. Fəqət bunu bir neçə dəqiqədə Cənab-ı Əbdülrəsul xan ilə sülmün minəl-yəmənə oxuya bilmədim oranda. Burada da onu yazıbdır. Ondan sonra burada gedir 1920. O cür olar. Yəni əgər bu kitab 1299 şəmsidə, Hicri şəmsidə olsa 21 il sonrası da şeydir. 1920 olur, düzdür. 1920-də bu oradan keçibdir. Gördüyünüz kimi burada neçə səhifə ağdır və sonra o ehtimalən Əla Həzrət Əmir Əmanullah xan Qazi Xələdəllah mülkə. Bu da şah olacaqdır. Əla Həzrət Əmir Əmanullah xan. Bu da o zamanın şahıdır Əfqanistanda. Əlbəttə bunu Google eləsək ya şey eləsək bizə deyər ki Əmir, mən bunu yenə çevirim. Əmir Əmanullah xan. Əksi də gəldi. Görək ki yazıbdır ki 1892-ci ildə olubdur, 1960-cı ildə ölübdür Həbibullah xan. Üçüncü oğludur bu. Bargizai və Padişah Əfqanistan 1919-dan ta 1929-a qədər. Yəni 10 il bu adam ya 11 il hökumət edibdir. İslahat Şah Əmanullah xan ki در 1923 در زمینه‌های اجتماعی انجام شد به واکنش عناصر سنتی و محافظه‌کار منجر شد و پس از یک جنگ داخلی در 1929 او به کناره‌جویی از سلطنت وادار شد. به استعفای امان الله خان و جانشینی وی توسط معین السلطنه عنایت الله خان و استعفای سردار عنایت الله خان 17 ژانویه حبیب الله کلکانی که به کابل حمله کرده بود ارگ شاهی را تصرف کرد. البته bunun görək ki ya onun canişinidir ehtimalən. Səltənəti budur, pişin budandır. Padişah Əfqanistan. Zadə 12 Xurdad در گذشته فلان همسر ملکه سüreyya Duduman Silsilə-i Kəzai. Bunun doğum tarixindən və dədəsindən, dilindən bir məlumat verilmir ki. İndi bu Közaidir, Kəzaidir nədir onu əgər şey eləsək, oradan görək ki bu kimdir? Bargezai ya Bargezi طایفه از افغانان پشتون که رقیب ابدالی ها بودند و همیشه سلطان از طایفه ابدالی وزیر از طایفه بارگزایی تعیین میشد. Tamam, bu da deyir ki Pəştundur. Tamam, bunları ötürək Pəştundur. Bu şahın dövründə hər halda belə bir şey başlanır. Burada əlifbanı görürük. Bismillahirrahmanirrahim yazıbdır, yəni özümüzdən oxumuruq. معادله اختار حرف فتحه نقلیه و غیر ممدود olacaq. Qeyri məmdud در A deyə oxutulmalıdır. Bu kitab əlyazma kitabda bənzəmir, amma xətti də bənzir, yəni burası da var, amma təb olubdur. Bir kitab ki, təb olubdur, yəni çap olubdur. Bu kitabın çap olduğunu yazıbdır təbi əvvəl. İndi gedək bunun bir axirlərində bir şey oxuyaq, görək ki, əcəba bir dərdə dəyən. Bizim vətənimiz bu böyükdür. Bir tərəfinə 15 vər tərəfinə ancaq 2 ayda gediliyor. Bunu bir zərrə xətti yaxşı da oxuya bilmirəm, amma əl yazıya bənzir, yəni ehtimalən daş yazıdır.
təbii olubdur, amma belə nəzərə gəlir ki, Zart xeyriyə verdiyi mümkün başət. Düzünü axtarsanız görə bilmirəm ki, oxuyayım, ona görə şeydir. Vəli dayıdan bir şey yazıbdır. Həmcinsinə yardım ediniz. Ortadakı nunları görürük ki, bu həmcinsini ediniz. Vəli dayı dəyirməndən odət ediyordu. El arasına un çuvallerini doldurmuş. El arabasına un çuvallerini doldurmuş çekiyordu. Yol pek yokuş idi. Vəli dayı zəhmətdən tərləmiş idi. Artıq irəliləyəməz. İndi burada mən bir şey ki, burada görürəm bu kitabda belə nəzərə gəlir ki, bəzi səsləri səslərin h ilə yazılmışlar. Artıq irəliləyəməz. Burada görürük ki, o h ilə qoyublar, amma mədə qoymayıb məsələn. Ona görə biraz qalam. Bir hal gəlmiş idi. Biraz turdi. Dinləndi. Ya dinlətdi. Dinləndi olacaqdı. Axşam oluyordu. Yolda qalacağından qorxuyordu. O əsnada köpək 5 çocuğu göründü. Göyün 5 çocuğu göründü. Göyün nə olar? Göyün 5 çocuğu göründü. Ehtimalən bu bir şeydir. Axşam gəzintisinə çıxmışlar idi. Pəs bu şeydir. O əsnada köyün 5 çocuğu göründü. Köydən, yəni kətdən 5 çocuq göründü. Axşam gəzintisinə çıxmışlar idi. Vəli dayıya həp birdən salam verdilər. Sonra yorğun arğın arabayı artıq sürükləyəmədiyini gördülər. Həman Calibdir ki, nöqtələri çox gözəl, cümlənin sonunda nöqtələri qoyubdur. Həman ixtiyar adəmə sizə yardım edəlim, Vəli dayı dedilər. 5 çocuk arabayı arqadan itməyə başladılar. Calibdir, bunların papaqlarına da baxanda papaqları Osmanlı papağıdır. Ləhcə də Osmanlı dilidir. Heç biri də yorulmayırdı. Çünki avtələr 5 idi. Çünki onlar 5 idi. 5'in qüvvəti arabayı götürməyə pək kafi idi. Vəli dayı xanəsinə gəldiyi zaman küçüklərə ayrı-ayrı təşəkkür etdi. Allah sizdən razı olsun dedi. Xeyri dualar etdi. 5 çocuk ixtiyara yardım edə bildiklərindən pək sevinmiş idilər. Hikayəyi abalarına, babalarına, bizdə də Təbrizdə də bəzi məhəllələrdə aba deyirlər. Mənim bir dostum var idi. Hulakuyi də onların şöhrətləri. İsa, Musa, Mustafa qardaşları. Allah hamısına sağlıq versin əgər qalırlarsa. Ölənləri olursa, dədənələr xüsusən çox yaxşı adam idilər. Allah rəhmət eləsin. Onlar da aba deyərdilər. Amma mən həmişə qalardım, bu niyə Moğol adı qoyublar? İndi görürəm ki, nə yaxşı ki, qoymuşmuşlar. Hikayəyi atalarına, babalarına anlatdılar və onlar da təqdir etdilər. Afərin oğladım dedilər. Vətən. Buradan da bu yüzden vətən şeyi başlanır, amma heyf ki, oxuya bilmirəm. 。 5
Meni əfəndilər. Bilmirəm ya mənə. Burada əl yazı ilə görsənir. Cəlibdir. Bu da üstü də əl yazı ilə görsənir. Bu kitab əl yazıdır əslində. Çapa gedibdir, amma nə cür çap olub əl yazı? Ehtimalə ofset kimi bir şey olmuş ola. Bir dənə də buradan bir dərsi oxuya bilsək. Başqasının malını saxlamayınız. Buradan bir şey başlanır. Zəhrayı annəsi ispanaq toplamağa göndərmiş idi. Zəhra ispanaq toplarkən bir lastik top buldu. Bir lastik top buldu. Yaxından nə mənə? Yaxından Yaxından ispanaqları bir tərəfə atdı. Ehtimalən sevincindən ispanaqları bir tərəfə atdı. Top ilə oynamağa başladı. İçindən top ilə oynaya bilərim. Biraz oynadıktan sonra xatirinə gəldi. Bu topun əlbəttə bir sahibi vardır. O kim olursa olsun, şimdi mükəddərdir. Çünkini iki cürə yazıbdır. Biri çünki, yeylə bir də çünkə. Çünki topunu zayi etdi. Əcəba, bulduğum topun sahibi kim ola bilir? Azacıq düşündükdən sonra hayqırdı, qışqırdı. Bu top mütləqa küçük qonşumuz Behcətindir. Onun əlində öyle bir top görmüş idim. Anlaşılan oynarkən bizim bağçaya aşmış. Şimdi hemen gedeyim, kendisine topunu iade edeyim. Həqiqətən iki cür yazıb. Birin parantezin arasında, biri eşində, eyni üstəki kimi. Birin həqiqətən iki təyin istədiyimiz üstündə H, üstündə iki nöqtə, sonra da iki tənvin. Bir də həqiqətən elə biz türklər yazdığımız kimi ki, həqiqət T, iki nöqtəli T, bir də nun. Onunla yazıbdır. Bu top, həqiqətən bu top küçük Behcətin idi. Zəhra topunu verdiği zaman pek memnun oldu. Zəhra əli istediği zaman ve Zəhra istediği zaman, indi burada və Zəhra və Z'nin yapışıb Z'yə, H-R də Zəhranın H-R də bunların ikisinin üstündədir. Sonra Əlif ilə Zəhrai, o da sətrin o birisinin əvvəlindədir. Və Zəhrayı istədiyi zaman topu ilə oynamağa dəvət etdi. Zəhra da bu surətlə arzusuna nail olmuş idi. Zəhra həm başqasının malını saxlamadığından həm də Behcətin halindən məmnun idi. Zəhrai qəlbi namuslu bir qız idi. Zəhra iyi qəlbili, namuslu bir qız idi. İbrət. Bir şey bulduğunuz zaman sahibine iade ediniz. Bu buluştan ne kadar sevinir eden o derece mahzun olur, iadesi ederseniz namuslu olursunuz. Kalbiniz neşaret, ben istedim şeytan okuyayım ama neşaret içinde olar. Burada bir neşaret yazıbdı. Neşaret içinde kalır. Bu da şeydir, yani çok güzel kitap, çok əxlaqi kitap. Bu birinci ilin kitabıdır da, yani belə görünür ki, həddinizə çalışınız. Hiddətinizlə
çalışınız. Hiddət, yəni zor, gücüzlə, tamam güclə. Mustafa'ya oturuyor. Evdə. Bu evdəni elə yazıbdır ki, əlif həmzə, üstündə vav, ikisinin arasında, yəni d ilə evin arasında üstdə vav və də. Mustafa evdə oturuyor. Pəncərədən dışarıya baxıyordu. Gözəl bir rüzgar xəfifəsiyordu. Mustafa'nın mükəmməl bir üçürtməsi, əlbəttə burada hidi ya cidi, üstürməci var idi. Arkadaşları rüzgarı görüncə evinə qoşdular, Mustafa'yı çağırdılar. Haydi ütürtelim dediler. Bak rüzgar nə gözəl esiyor. Mustafa müvafaqət etdi. Pəncərədən çikilərək aşağıya indi. Ütürtmənin ipi quyruğuna qarışmış idi. Mustafa irmik üçün ipi əcələ ilə çəkdi. İp ilə quyruq büsbütün qarışdı. Mustafa hiddətləndi. Hiddətlənmək əsəbani olmaqdır burada indi. Daha sərt olaraq çəkdi. Quyruq bir-birindən qopdu. Xırçın çocuk hiddətini yenemedi. Xırçın çocuk, əsəbani çocuk hiddətini yenemedi. Yenemək, yəni kontrol edə bilmək. Ütürtməyi də, quyruğunu da, ipi də parça-parça etdi. Artıq əlində buzallı parçalar qalmış idi. Bu zavallı parçalar qalmış idi. Arkadaşları çağırmıyordu. Arkadaşları çağırıyordu. Rüzgarın əsdiyindən bəhs ediyorlardı. Mustafa qapıdan dışarı çıxdı. Əlində ütürtmə yerinə parçalarını taşıyordu. Hepsi məhzun oldu. Mustafa sokağa çıxmaqdan da vazgeçdi. O gündən etibarən hep evdə qaldı. Can sıkıntıları içində vaxt geçiriyordu. Artıq bədbəxt idi. İbrət. Hiddətini yeneməyən məsud olmaz. Hiddətini yeneməyən məsud olmaz. Bədbəxt olur. Bu da çox gözəl kitab. Yəni nə deyim bunu, əxlaqi kitab, çox gözəl anlamlar yazıbdı. Uşaqlara nağıl içində və nağıl da saradara deyil. İnsanların içindən öz adları, öz yaşadıkları zamandır. Gedək görək bir dənə Pəndnamə adlı kitab açaq. Görək ki, burada nə var. Bu kitabı ki, oxuduq 34 dəqiqə çəkdi. Gedək bu yeni kitabımıza görək ki, burada nə var. Bu kitabın adı Pəndnamə-i Türkidir. Pəndnamə-i Türki. PDF-də 81 səhifədir. İndi baxaq görək ki, bu, əlbəttə bunu danışdığını deyəcək ki, tamam. Gələk bu kitabımıza görək ki, bu kitabda bunda kiçildək ki, səhifəsi yerləşdim. Burada görək ki, kağız nə cürdür. Kitab zahirən Məclis-i Şurayı İslami deyə orada saxlanır, əlyazmadır.
Qabaqçı kitab da mənə dedim təb olubdu, yəni çapxanaya gedibdi, amma əl yazmadı. Ehtimalən daş çapı olan. Kitabın ölçüsünü görürük, əgər eləyə bilsəm onu yekəldən. Ölçüsünü görürük. Kitabın boyu 16 santimetrdir, ya 16 santimetr yarımdır, bu cürsü görsənir. Hətta bunu da düz çəkməyiblər. Yəni adam lağəl işi görürsən, kitabın üstdən biraz boşdur, aşağıdan da biraz boşdur. Olanda bunu düzəldirsən, lağəl işi düz gör da. Xəttkeşi düz əvvəldən axirə qoy. Nədən isə məsələn oradan yarım saat ya 1 sant əvvəldə içərilik qoyubdur, yəni kitab qalıb eşikdə. Sonra da gəlib bu başdan da nə cürsə kitabxana, indi bunu sonra gəlib oxuyarıq. Kitab görünüşü kamil cırılıbdır. Məclis Şura İslamı amma möhrün vurmaqdan əl çəkməyibdir. Enin də göstərir ki, bu eni də 21 santimetr yarımdır ya da o cürsə, yəni o ya 12 sant 22 olsa 11 santimetr hər səfəsi. Burada kitabxana hətmin üstə nömrəsini də vurubdur da, yəni görünür ki, beləsi bir şey olubdur. Kitabın səhifələrinin cırılmağını kamil vəziyyətdə görürük. Heyif olsun, kitabın əpriyib, tökülüb, çox belə pis vəziyyətdədir. Özdə şeir haləti var. Cəlibdir ki, bu şeir haləti var. Bu səhifədəki varıq, görürük ki, bir dana o şeir haləti dediyimiz, mən ehtimal verirəm, hətmən şeir olsun. Onun bir misrəyin salıbdır, majiklə dövrəsinə xət çəkibdir. Ehtimal verirəm ki, elə həman majikdir, ya midaddır, ya qələmdir, onunla da yazırmış. Kitabı elə belə qələm vururuq. Burada hər neçinci səhifəsidir, bəlli deyil, amma PDF-in 12-ci səhifəsində, yəni 24-cü kitabın 24 səhifəsində görürük ki, xəttlər kamilən dəyişir. Yəni buradan qələm yoğun idi, qələt-qulatını da görürük əlbəttə, amma buradan bu yüzden qələm nazikləşir və biraz daha xoşgil deyək, gözəl yazılır, xoşgil deməyək. O 81 səviyyə PDF-dədir, kitabın üzründə 162 səhifəlik görsənəcəkdir. Çünki hər səhifədə tamam, indi buradan bizə beləsi aparsaq yaxşı olar. Kitabın burada biraz yekətduq, yerləşsin və yaxşı görsənsin. Şeirdir, mənə belə gəlir ki, bu şeirdir, amma pəndinamə deyəndə cəlibdir. Bəzi yerdə görürük ki, qırmızı xətt ilə ortalarda bir şey yazıblar. Əcəba bu nədir demək? Bunları şeirlərin adı ola bilər. Dərbəyan məzəmməti sual. Cəlibdir, belə bir şey. Nə deməkdir o? Həzl-ü nəmənə. Nəvazış həmsayə. Dərbəyan hüsn əxlaq. Baxarıq görürük, در بیان تحریر از رمل، در بیان تحریر شرب تحذیر، üstdəki də təhzir, در بیان تحذیر از رمل، bu da در بیان تحذیر شرب و خمر، در بیان تحذیر آرایش، در بیان تحذیر از اعیان. Bu tür onlar başlıqlar da görsənir, farsça yazıblar, amma kitab nəzərə gəlir ki, türkcədir. Niyə farslıqlar belə yazılıblar? O da bir məsələdir. Əlbəttə, əgər eləyə bilək bu kitabdan bir tarix tapaq. Yenə burada gəlibdir, bir dənə xətti, yəni bir beyti kamilən salıbdır. Yenə o qələmlə şeyin içinə. Baxarıq, görürük ki, o əgər gəlsək, görsək belə bir şey nədir? Burada da bir haşiyədə bir şey yazıblar. Kitabın təqribən sonlarına yetişirik. Kitab çox cırılıb, çox dağılıb. Bəllidir ki, əvvəl səhifəsi hardadır, axır səhifəsi hardadır. Burada bir ehtimalən axiri, burada yenə də məclisini görürük. Bu son şeylər kitabların adıdır. Haza kitab-ı rəml.
Orada rəmlə görə bir şey yazmışdı. Bu adam kitab sahibidir, götürüb rəmlə görə bir şey yazıb. Bismillahirrahmanirrahim. چه بر طالع برآید شکل لحیان بزینلها بیارایید تن و can. Bezinətha بیارایید tən و can. Tamam, bura farsıdır. Buradan geçək. Daniyal Nəbi həmçinin dəlalət. Yəni bunun davamı var. Bunun davamı var. Amma gələk bura görək ki, burada bir Filburuc ayların haqqında bir şeylər yazıbdır. Nədir bilmirəm onu. Vərəqətun la ya'ləmuha və la habbə fi əlzi və la rətbə. Bilmirəm nə demək. Burada da bir nəsihət gəri tali dünyada zahidi baş tapmadım. Ehtimalən burada bir ad görsənir və bir tarix görsənir. Bunu baxaq görək ki, bunu oxuya bilirik. Kitabın sonundadır. Şeirin sonunda kitab elə bir burada qurtarır. Aydat. Təmmətil kitab və ownillahil məlikil vəhhab lilmu'minin səbilə lissavab vaxtü səhri fi yevmi sulsi. İndi burada gözəl bir tarix qoyub buna. Bunun tarixinə də baxsaq. 1137 fi yevmi Ruz yevmi sulus, yəni 3-cü günüdür. Hangi ayın? Əl-Hiccətüş Şərifə. Zilhiccətüş Şərifə. Zilhiccətüş Şərif ayının 3-də 1137 hicri qəməri olacaqdır da qaydətən. Hicri qəməri. Yəni onlar necə? Bu indi bunun tarixini çıxadaq. Deyək ki, bu günləri 1447-dir. Ondan çıxaq 1137-sin 310 il qabaq bu kitab yazılmış olur. Tamam, bu kitab o zaman yazılıbdır. Adını əgər tapa bilsək yazarın çox yaxşı olar. Onun üçün qeydetməliyik kitabın əvvəlində də cildin göstərir ki, o cildin parçasını göstərir ki, parçası bu şəkildəymiş. Bu məclisdə nömrəsini göstərir. Birinci səhifəni görürük, bura qatlanıbdır. Bu qatlanığı belə aça bilməyib. Məclisin o işləyənləri bu qədər çox əcibdirlər. Kitabı çox bəd səliqə, çox. Yəni bunlar kitab əhli deyirlər əslində. Mütaliə əhli deyirlər. O da hüququ alır, çalışır da. Kitaba eşq əlaqəsi yoxdur ki. Kitabı bir dana bunu əksini salırsan, bunu bilirsən ki, insanlar bunu istifadə eləyəcəklər. Götür bunu qəşəng o kağız qatlanıb, onu aşginən, təmiz qoyginən, düz qoyginən, bunu əksini düz salginən. Bu məsələn kitab cırıqdır, tamam cırıqdır. Bu qərar deyil ki, cırığı elə əks salasın ki, insanları şey eləyəsən. Hər halda bu birinci şeiri oxuya bilərəm, amma nəinki burada da bir ədəd 1 yazılıbdır. Üstdə də kitabxananın şumarəsinin 16-sı görsənir ki, burada görmüşdük 16918. O görsənir. Burada da kitabxananın bu 208-083 nömrəsi görürük. 208-i burada görürük. Yəni kitabxananın burada möhrü, şumarəsi burada da möhrün vurubdur. Görək ki, bu əgər oxuya bilsək çox yaxşı olar. Bir dana da çevirsək oxuya bilirik. Mənzume-i be türki refari بیشتر اشعار و فارسی به ترکی و فارسی بیشتر اشعار ترکی است. Nə əcəb bunu yazıbdır, heç olmasa orada bir ayrısı ehtimalən bu kitabı biri oxuyan kimi olubdur. Yetişib aləmə qalicə-i xaç üstə döndüb fiyab əflak. Gen oxunmur onları ta məvalid sulh oldu əyan mədəni
معدنیات و نبات و حیوان، معدنیات و نبات و حیوان yürüdü gafiliyi lütfü kerem, çıktı alem akabinden Adem, çıktı alem akabinden Adem, eyledi mertebe-i insani, gayeti mertebe-i heyvani. Oldu bu sureti tini zuhur, oldu bu sureti tini zuhur, ekmeli eşref enva-i zuhur. Gurulup süllemi tertibi hüküm, gurulup süllemi tertibi hüküm, çıktı ta sadrü cevadi cudi Adem, çıktı ta sadrü cudi Adem. Abu gilde edecek ilmi zuhur, abu gilde edecek ilm zuhur, secdiye o evvel idi malaiküm ma'mur. Abu gile edecek ilm zuhur, abu cilde edecek ilm zuhur, secdeye evvel idi malaiküm ma'mur. Olub insan ile meratib bir ca, oldu mefzulu tefazil peyda. Kimisi senger alıp, kimisi piyaz. Bu ne demek olar? Kimisi sigar olup, kimisi piyaz. Olduğu yerler biri birinden mümtaz. Bu ne demekti? Onu okuyabilmedim de, anlamadım da. Gene hemen şeyi burada ne əcəb ki, gəlib o səhifənin üstünü açıbdır. Yəni oradakı üstü örtülmüşdü. İndi bu səhifədə, yəni bu üçüncü əksi də o səhifədən görürük. Onun üstün açıbdır. Burada bəllidir, kitabın əvvəlləri yoxdur. Buna görə ki, şeirin də əvvəli yoxdur da. Oradan bilirik ki, burada bir vurmaqlarına baxmayaq. Çünki bu bir vurublar əks üçündür. Amma bunun əvvəli yoxdur. Düşünüb aləmə qalicəyi xaç, üstə döndü fəbab-ı əflak. Mən istəyirdim hubab oxuyayım, amma burada bir dənə də fe var, oradan bilmirəm. Üstə döndü fiyab-ı əflak. Oldu gərdunilə bir bu çar fəsul, kase-i çar gülü bəzm-i qəbul. Ümmühati edib aba ilə cəm, ümmühati edib aba ilə cəm, ədədə yandı məhəbbətdən şəm. Ta məvalid səlas oldu əyan, mədəniyyat, nəbat و heyvan. Buradan da bu üzərini ki oxumuşduq, qələtləri ilə, doğrusu ilə, yalanı ilə oxumuşduq. Fikir edirəm ki, burada o səhifənin arxasıdır. Görürsünüz ki, tamilən həpriyib gedib aradan. Rütbə olub ənva-i ənam, dərəcat ilə zuhur etdi nizam, biməratib yığılı rüknə məkan, ədlün yerini tutmaz nadan, adilin yerini tutmaz nadan. Biməratib yığılı dinlə məkan. Burada nə oxunacaq o? Adilin yerini tutmaz nadan. Görməz məsləhətin ateş-ü ab. Görməz məsləhətin ateş-ü ab. Edəməz əməli həm bad-ı turab. O dörd dənanı ateş-ü ab, bad-ı turab. Turab o dörd dana ki demişik da, oddur, sudur, yeldir və topraqdır. Bu dörd dənanı burada onu saydı. Edəməz ahəngi əfalini dör, verəməz çaşni və mətni
ehtimalən şükür olacaqdır. Şükür. Görəməz dəstəyi umurini qədəm, görəməz dəstən ya dəstək eylədigün quş edəməz. Bəsərin eylədigün quş edəməz. Huşun əndişəsini muş edəməz. Huşun əndişəsini muş edəməz. Bəzrün yerini tutamaz zərcəh. Zərçi. Bəzrin yerini tutamaz zərçi. Kəfşgər karini biləməz dülkər. Malikün fiilini qılmaz məmluk. Bilməz əhvali rüayani muluk. Gərmüsərdün verəməz əhkamini. Nə bilir xoşgütərin fərcamini. Sayə bilməz əsərin xorşidini. Sayə bilməz əsərin xorşidini. Can biləməz tərin cəmşidini. Can bilməz təribən cəmşidin. Əksidə böyləcədir məcmuən. Əksidə böyləcədir məcmuən. Anla olduğu qəd mətbuən. Oldu mir'at təqabül peyda. Zidd ilə münkəşif oldu əşya. Oldu mir'at təqabül peyda. Zidd ilə münkəşif oldu əşya. Hikmət və qudrət qayət yoxdur. Hikmət və qudrətə qayəti yoxdur. Ya hikmət və qudrət qayəti yoxdur. Bu təmaşaya nəhayət yoxdur. Bu nizam üzrədir əczai cəhan. Bu nizam üzrədir əczai cəhan. Əqlün irdiyi qədr olur nigeran. Əqlün irdici qədər ol nigeran. Mərtəbət و axirət و dünyada cari olmuş suvəri mənada. Mənəviyyat məratib qəti çox. Mənəviyyat məratib qəti çox. Bəhrdir mövcəsinin qayəti yox. Dedi sərqafili şəhri şühud. Bu qədər illa ki məratiblə vücud. Yoxdur illa ki məratiblə vücud. Yoxdur illa ki məratiblə vücud. Ənbiya sədr səriri əzaz. Ənbiya sədr səriri əzaz. Hər biri 7 minir əcaz. Hər biri 7 munir əcaz. Hər biri بدر منیر اعجاز. لیک سلطان سریر عالم حضرت سید ابن آدم. حکم فرمان نجینی لولاک. حکم فرمان نجینی لولاک. خطی پرای و ما ارسلناک. خط پرای و ما ارسلناک. Burada bilmirəm yəni nə mənə. جوهری ماحصلی لجه جود. میوهی نتقی باغ وجود. میوهی نه طبقی باغ وجود. میوهی 9 طبقی باغ وجود. فاتحی دخمه جنجینی نور. فاتحی دخمه جنجینی نور. علتی غایی نقش ظهور. اولین حرف کتابی رحمت. معنی مقصد لفظی تمت. ابتدای نفس رحمانی. انتهای اثر سلطانی. صورت معنی و معنی صور. نود بالاکش گندیل قدر. نوری بالاکش گندیل قدر. الیازماد
çox gözəl yazılıbdır, amma bəzi hərflər həm bir-birinin içinə keçiblər, həm də ki, bəzən məsələn dalından r bir oxunur. Ona görə yəni bir cür yazılıbdır. O qədər fərqləri yoxdur. Surəti mعنی و معنی صور نور بالاکش قندیل قدر زیور صدر سرای هستی زیور صدر سرای هستی خازندن کنجی بلندی احتمالا پستی خازندن کنج بلند و پستی ختمی جنجینه سر کونین سرهم داده قاف قوسین سریهم داده قاف قوسین صاحبی مرتبه او ادنا عارفی مسئله ما او فرقی ابراگی فرق آراگی دی اللیین ره اللیین فرق آرای ره اللیین حکم فرمای بلاد ملکوت نور بخشای فضای جسروت یا حسروت olacaqdır. نور بخشای فضای جبروت هیچ برسی دایی حسروت و فلان دایی نور بخشای فضای جبروت نیری مشرق انوار علوم aşağıda bir ayrı bir şey yazmışdı. Tiye ya yete böyle bir şey yazmıştı. Üstüne xat çəkibdi. Nəyyiri məşriq ənvar ulum xacə fənn risalət umum مورد وحی جلیلی تنزیل مخبری انهو بتونی انجیل بتون انجیل صفوت الصفوی گند ارواح صفوت الصفوی گند ارواح نخبت النخبه اشباه ملاح اشرف انواع بشر حسن احسن تقویم صور رحمتی عالمیان روح جهان مرکزی دایره کون و مکان احمد الخلق محمد محمود یعنی محبوب خداوند ودود اصل külli مظاهری ismi اعظم cümleden oldu maratibde atam saldı afaqa sərvəri suri seviri ya da saldı afaq ilə sərvər severi ol ma xələqəllah nuri bu severi mən oxudum ehtimalən suri olacaqdı əlbəttə bir 7 dənə və şərtdə qoyubdu ona görə saldı afaq ilə sərvəri suri ol ma xələqəllah nuri xətm olub zati ilə izz əla bədu xətm oldu vücud ilə tamam budu بدو ختم oldu vücudu ilə tamam خاک غیب ایتره که تخمی مستور خاک غیب ایتره که تخمی مستور eylədi meyveyi bətunində zuhur hər dana ki deyir qabaqcan oxumuşduq ki hər bir dana özlüğündə bir ağaçdır onun yəni istedadı var, çıxarı var ki bir ağac olsun bu ondan necə keçir üstə deyir ki hər bir dana özü bir meyvədir yəni ağac yekəlibdir heç
Yəni bu meyvə ola bilər yekəlsin, ağac olsun, heç ola bilər meyvəyə çevrilsin. Ona görə çox gözəl. Bu onlardan dərinləşibdir biraz. Yəni biraz iç layiyə keçibdir. Xaç ey bitirə ki, toxmu məstur eylədi meyvə bətunində zuhur. O toxum ki torpağın içində gizləndi, qeyb oldu. Eylədi meyveyi bətnunda. O elə öz qarnında bir meyvəni neynir? Zuhura gətirir. Çox gözəl, çox gözəl. Gətirib duri mimi sərməd. Gətirib duri mimi sərməd. Oldu mevcud ehdas ahadun o Ahmed. Oldu mevcud ehdas o ahad. Ahmed. Şayət də iştibah oxudum. Oldu mevcud ahadun o Ahmed. Ahadan o Ahmed. Beləsi bir şey oxunur, amma biraz cür gəlmir zehnimdə. Eyləsən ol ərkayin sual, axir ismi Muhammedun dal. Edibən zatine Allah ta'zim. Etdi bizzat salat و تسلیم ذاتینه اولا salaتی لسلام آل ashabine ta روز qiyam. Burada o şeir qurtulur. Buradan Allah'a ve Hazreti Resulullah demişti. Şükrname-i Nabi Efendi, Nabi. İhtimalen bu Nabi bu adamın adıdır. Şükrname-i Nabi Efendi. İhtimalen Nabi adlı bir adam bunu yazmış. Ya da Nayi. Ola bilər hər ikisi olsun. Nayi Efendi ya Nabi Efendi ba Xuday Müteal Celle Şə'nu bir dadən pəsər. Nəbinin dədəsini çağırdı. Nədir? Ey edən zat-ı müzəyyən çələbi, cələbi. Ey əbəl xeyr Muhammed çələbi. Ey edən zat-ı müzəyyən cələbi. Çəkərim padişehi ömrüm vari. Çəkərəm padi. Burada bir o sığın üstünə xət çəkibdi. Bilmirəm ki, kim çəkibdi. Çünki bir ayrı bir şeylə çəkilibdi. Çəkərəm padişehi ömrüm vari. Duhəyi dövlətin nobari. Acaba bu ya Əbəlxeyr Muhammed Çələbi bu kimdir? Buna bir Muhammed Çələbi yazaq görək ki, əlaməti sualdır, bu yox kimdir? Pərtovi nuri həyatım sənsən, məhzi xeyri bərəkatım sənsən. Səni etdi gər məndən əta, pedərin Yusuf Nabi ya Xuda. Pəs Nabi delə bunun. Pedərin Yusuf Nabiyə Xuda. Ya Xuda, ya Xuda olacaq. Ya, həman yadır. Pedərin Yusuf Nabi. Pəs bu Muhammed Çələbi Yusuf şeyin oğludur. Yusuf Nabinin oğludur. Sənlə zahirdir əya tifl sinə. Məniyul əl-validu sirr əbisinə. Sənlə zahirdir əya tifli siyə. Məniyə əl-valid sirr əbiyə. Sirrun əbiyə. Muhammed Çələbi Yusuf'un oğlu oldu. Bəs bunun adı Yusuf Nabidir. Yusuf Nabi kitabı yazan. Səndə zahirdir əya tiflisin siyah. Məniyə əl-vələdu sirrun əbiyə. Oldu zatun sənin vadiye nuri bixeyr ya da bəsir. Oldu zatun sənin ey nur bəsər. Zinəti gülşən həstiyə pedər. Pəs o Muhammed Çələbi
Bu Yusif Nabinin oğludur. Amma niyə ona Çələbi dedi, orası məsələdir. Lali başımə zatun sayə, mən səninlə bəqirim dünyaya. Bəqərəmdür, baxaram, bəqərəm dünyaya. Səni verdi bana ey feyz-i məab. Sənə verdi mənə ey feyz-i məab bana. Musim sən gəbəru vəhhab. Musim sən gəbridə u vəhhab ya gəbri vəhhab. Toğyacaq aləmə hüsnü mahi. Toğyacaq aləmə hüsnün mahi. Güzəran etmiş idim pəncahi. 50 yaşı keçibdi. Güzəran etmiş idim pəncahi. Çar pəncahində verdi səni haqq. 45'də ya da 450'də ya 54'də 54-cü yaşında 450'də verdi səni haqq. 7 salında yazıldı bu vərəq. 7 yaşında var idi, bu yazdı. O 54 olsa, bu da 7, 61 yaşında da 61 yaşında bu vərəqi yazdı. Vətənim şəhri dilarayı ruya. Vətənim şəhri dilarayı ruya. Hin təhridə məgərrüm şəhya. Tə ruha nusxə-i gülzar cihan. Təduha nə mənə? Təhruha bilmirəm yəni mən. Nusxə-i gülzar cihan məskəti rə'si xəlilur rəhman. Məskətür rə's xəlilur rəhman haradır? Bu bir yerin adıdır ki, bu orada oturur, ona görə onu deyir. Yenə də həmanı yazıbdır ki, bilmədim nədir? Təruha nəməti xətti şam. Tərduha nə olar? Tərduha nusxə-i gülzar cihan. Duha. Bilmirəm, tərduha nə ola bilər? Tərduha nusxə-i gülzar cihan məskəti rə'sul xəlilir rəhman. Təruha qəbti xətti şam məzhəri mücizidir دیردü selam. Mazhar-ı mucize-i berdu selam. Bir zaman Aderne İstanbul, bir zaman Edirne ve İstanbul oldu 30 sal bana cay nüzul. Biz bu kitabı bir ayrıca okumuşduq. Yani bu nağıl mənə tanış gəlir. Elə bir nəfər Çələbi adında birisi belə bir şeir yazmışdı oğlu haqqında. Ona görə bu mənə gəlir, bu idarələrdə dolanıb filan ona bənzir, o kitaba bənzir. Bəlkə ondan bir nüsxədir, əl aparılıb içinə, ya bu onun əslidir, bilmirəm. Biraz bu əl yazısı çox əl yazıdır, ta o birisi, məsələn, belə zehnimə gəlir. Bir zaman Edirne ve İstanbul oldu 30 sal bana cay nüzul. Lillah hamdul neçə mənsəb cah oldu boynu bu yöndəyə ihsan, bu bəndəyə ihsan ilah. Qalmıyıb sonra dəmağ dövlət. Şayəti qatılmayıb sonra dəmağ dövlət. Olan افتاده کنجی üzlət.
Cəzəbi dabuhu və oldu səbəb oldadı amikum şəhri Hələb. Burada bir şey. Oldu əda oldu aram cəhim oldu aram cəhim şəhri Hələb. Sonunda bu Hələbdə oturubdu. Deyirəm bəlkə bu kitabı mən oxumuşam. Sonunda şəhri Hələb. دعانامه برد برای پسر خیش و تعریف حسب حال. ای çırağı طرب فروز امل. Əməl burada arzu anlamındadır. Həbiyi Həzrət Haqqi Əzzə və Cəl. Oğluna nə aşiq imiş olan, əcəb kef elirmiş belə oğlan. Hamdullah nisbətün alidir. Elm ilə cəddü əbün. Bunu oxumuşuq. Qət'ən bu kitabı oxumuşuq. Yəni bəlkə burasında biraz fərq görürəm. Amma əgər qeysəm taparam buna. Hangi kitabda oxumuşduq. Yəni çox mütməinnəm ki, bunu oxumuşduq. Hamdülillah nəsəbin alidur. Elm ilə cəddü əbin. Burada yenə bir şey yazıbdır, gedibdir. Lilidir. Leydir. Gərçə balası bilinməz amma bilənin mərtəbə dürhəb uləma. Bilənin mərtəbə dürhəb uləma. Leyk yoxdur əbucədd sənə suud. Leyk yoxdur əbucəddə sənə suud. Kəndün et mərtəbəyi fəzlə suud. Mərtəbə qalmışmış, tazaşdan onu bir ayrı qələmlə riz üstə yazıbdı. Əsli Məmməd و Həsən ey sun-i xuda. Əsli Məmməd و Həsən ey sun-i xuda. Əsl olan eyləməz əlbəttə xəta. Hər nə var cövhər zati bəndə, cümlə məzmu mühəyya səndə. Səndə əxlaq mədayih çoxdur. Lilləhil həmd zəmayim yoxdur. Zəmayim burada rez ilə yazılır. Bəllidir ki, bu zəm sözündəndir. Yəni pisliklar. Buy xəlqi hüsnün, buy xulqi hüsnün ətridir. Səndə asar əcəb fitridir. Fitr, dostlar, fitr sözü və fitir sözü, fitir bayramı da var. Fitr nəyə deyirlər? Fitrət nəyə deyirlər? Deyək ki, bir dənə adam bir hadisə gəlir başına, ömründən keçib 40 il, 50 il, bir hadisə keçir, gedir kumaya. Sonra kumadan ayılır, ağlı yerinə gəlir, zindicanına başlar. O vəsət nədir? O vəsətə ki, yoxluq kimidir, var amma yoxluq kimidir. Ona deyirlər fitrət. Fitir bayramı da dəqiqən budur. Yəni siz oruç tutmusunuz, sabah da oruç tutmayacaqsınız. Bu günləri nə ondandır, nə bundandır. Ona da deyirlər fitir bayramı. Məsələn, tarixdə deyirlər ki, fitrət düşübdür. Yəni ortada bir dövrə olubdur ki, orada o hakimiyyət ya olub ya olmayıbdır. Nə olanda da bir-iki dəfə bu təkrar olubdur. Burada deyir ki, asar-ı ədəb səndə fitridir. Səndə zati bir şeydir. Fitri burada zati işlədibdir. Feyz-i haqdan ərişür imdadun, kəsbə hacət qomur istedadun. O qədər pulu var da denənən ki, deyir, sənin kəsbə ehtiyacın yoxdur, istedadın, çıxarın sənin bundan yuxarıdır. Etsin Allah səni bərxurdar, tutasən ömrü təbiidə qərar. Allah hamıya belə dədə yetirsin, balaların belə dua eyləsin. Allah dədələrimizi rəhmət eyləsin.
لیک o معنایی که انفاس پدər edər oladına təsir digər. Dədənin oğlada duası və nifrini Allah eləməsin, çox pis kəsər. Etmək üçün sana avize quş, olmaq üçün sana sərmayi huş. Kavuş tişe əndişə eylə, kavuş tişe əndişə ilə, kar qələm tişe ilə, kar qələm tişe ilə. Çıkarıp mədən dildən yeki sər. Bir yeki yazıb, bir də sər yazıbdır. Qatışıbdır bir-birinə. Çıkarıp mədən dildən yeki sər, rişteyi nəzmə çəkib tazə cühər, eylədim nəzm nəsihət təhrir, ki edə dideyə idraki qərir. Bilmirəm, qərir nə olacaqdır? Kisvəti nəzmə qoduqda xavmə. Qoduqda yəni qoyduqda. Kisvəti nəzmə qoduqda xavmə, eylədim naməni xeyri namə. Bunun adı xeyri namədir. Kitabın adı pənd deyil əslində. Bunu yazaq xeyri namə. Bunu bilmirəm, farsıca gətirəndə ya türklər eləyiblər pəndnamə-i türki. Burada vəsətdə biraz boş qalıbdır. Daldakı səhifədə yazılan görsənir, adam deyir bəs silinib. Amma baxan biraz diqqət eləyəndə bəlli olur ki, tərsə görünür. Ona görə bəllidir ki, o üzdəkidir. Harz can ilə, kəf-i izzət ilə, bağla bazuy dilə, rəğbət ilə. Hər zaman istərəm ey can pədər, ola avize guşin bu cühər, bunu nazuk tutəsən canından. Bunu nazuk tutəsən canından. Bir dəm ərmiyəsən yanından. Ehtimalən bir dua yazıb veribdir. Deyir ki, bunu bağla yanından da ayırma. Harz can ilə, kəf-i izzət ilə, bağla bazuy dilə. Əlbəttə burada demir ki, qolva bağla, bazuy dildən danışır. Rəğbət ilə. Hər zaman istərəm ey can pədər, ola avize guşin bu cühər. Bunu nazuk tutəsən canından. Bunu canından da möhkəm tutasan. Nazik yəni zərafət ilə tutub saxlayasan. Bu dəmə bir dəmə ərmiyəsən yanından. Ərmiyəsən ayırmıyəsən. Onun xülasəsi, kiçiyi, şeiri. Tabi məhşər ola feyzi cari. Tabi məhşərəcən. Ola feyzi cari. Həm sana, həm ola qeyrə sari. Ya sari. تا کساده اولا بو خان نوال تا گشاده اولا بو خان نوال اولا نعمت tüfeylün ətfal اولا نعمت tüfeylün ətfal sən dəxi ta nəəmindən yiyəsən sən dəxi ta nəəmindən yiyəsən yad kari pedərü madər deyəsən یادگاری پدر و ما مدر دیسن مدر پدر مدر پدر مدر دیسن ruhimi nutgun ilə şad edəsən ruhimi nutgun ilə şad edəsən bir dua ilə bəni yad edəsən Allah dedəmizə rəhmət eləsin. Cuma axşamıdır. Dədələrimizin ruhuna bir Fatihə oxuyaq.
Allah Teala rəhmət eləsin dədələrimizə, mənim dədəmə özəlliklə. Təziz pənc ərkan İslam və fəzailəş bit tamam. Burada gedir bu kitabın bir ayrı səhifəsinə gəldik. ای سهی سرور خیابان شهود نوخرامنده بستان وجود عالمون مشغله سیندن اقدم budur insan اهم و الزم edib əncüm umurin tədbir eyliyə xami dinün təmir eyliyə xanə dinün təmir etdi əndazə hükmünlə qiyam pənc ərkan binayı İslam pənc ərkan nələrdir görək bu bina içrə olan rahətdir təşrəsi padzəhər afətdir təşrəsi təşərə ya tişəri yəni eşiyi təşrəsi pazahər ya pazadə afətdir mən belə görürəm əlbəttə pazadə afətdir bu dünyada xuldi riba bu dünyada xulduri bağ nəim bu binada xuldi da bağ nəim xarici nahiye nar həcim ya cəhim olacaqdır daxili əhli hidayət dürhəb xarici cümlə qəvayət dürhəb fərzidir etmə səqin fوت salat iqtidadun ədaisə var isə iqtidarun var isə həccü zəkat qıl ana bunu oxumuşuq bu kitabı mən oxuduqca yadıma gəlir ki qıl əda sənlə dəruni təkutaz birinin foutinə göstərmə cəvaz olma gərdənkeş fərman ғəni hər nə əmr edilsə işlə ani müminə xələt dindir qat-qat vacibat sənin məndubat sirri vardır hər birinin hikməti var həsrə gəlməz necə xasiyyəti var haqqi ғənidir sənin əmalündə olur ey bəhr kəmal نیک و بد هر نه ادرسن اعمال صاحبی خمسه ol ey پاک منش biləsən xəms mübarək nə imiş bir dənə də şeir buradan oxuyaq zahirən fəzail kəlmə-i şəhadət ondan da əlbəttə bunları oxumuşam gedək bir ayrı yerdən lağəl oxuyaq bu 160 səhifənin dedik orada bir yerdən başlayır ki xəttlər değişir əlyazmalar değişir ona qeydsaq əgər onu tapsaq oradan oxusaq çox yaxşı olar görək ki o xətti də oxuya bilirik ya yox əlbəttə onu da tapa bilmirəm buradadır burada nə olur görək ki bunu oxuya bilirik yox Kəbədir saq درخت rəhmət Kəbədir saq درخت rəhmət Kəbədir sədə-i din و millət sədə-i Kəbədir sədə-i din و millət Kəbədir şمع سریری سرپرده ناز Kəbədir şمع سرپرده ناز oldu pərvanəsi ərbab niyaz Kəbədir sirri səmavat əla xanə camə xanə cami siyahi مولا Kəbədir səcdəgəhi ins و mələk Kəbədir
خمزه تاک و فلک. کعبه در ساحه گلزار سقیم. نعم نوری له، نعم نوری له پر صحن حتیم. کعبه در ساحه گلزار نعیم، من سعیم احتمال یک برایل میشختم. نعم نوری له پر صحن حتیم. کعبه در مخزن اسرار خدا، زاده الله تعالی شرفا. جرسی مملکتی ربانی، جرسی مملکت ربانی. صدره بارگهی رحمانی. مرکزی دایره عالم خاک، باشنه دوره ادر دور در، باشنه دور در آنون افلاک. کعبه جی حجر اسود در، حجر اسود یدر سنن سنگ شفا. حجر اسود در سنگ شفا، بوس جاهی لب محبوبی خدا. اولین صورت آینه آب، گرد و بالا کش میدان تراب. Burada görürük ki, Kəbə haqda yazır. Nədən isə elə bir şeir davam tapır, ayrı bir şeye geçir. Burada geçti. Əvvəlin nöqtəyə satr təkvin, خالی عنبرشکن روی زمین. مخزن سرسرای لاهوت، خطه پرای فضای ناسود. Burada bir şey yazıb ki, oxuya bilmirəm. Sərəd مرعی دیده خاک مسما، ساحی مروی طربگاهی صفا. olmuş آماده تطهیر اساد، çah زمزمdən ağan ab həyat. Bunu yadımıza gəlir ki, adam Məkkəyə də getmişdi filan. Onda əlbəttə burada onları yazmayıbdı. O kitabda var idi. Vəli aynı görsənir ya da biraz az fərq ilə həman görsənir. Mən nədir deyək? Burada bir yerde bir felsefe sözü gördüm. Onu okumadık. Tamam. Gedək biraz aşağılıqdan bir yerdən başlayaq. Görək hardan nağıl başlayır. Onun əvvəli buradan başlayır. در بیان ترهیب فی النمنه. oxuya bilmədim orasını. Görək. ای بهین نقش سراپرده خود، ادب آموز دبستان وجود. ارتکاب اتم سگین کذب و دروغ، که اولا صبح مگالنده فروغ. مرد olan kizbə tənəzzül etməz. Mərd olan kizbə təməzzül etməz. Zilləti kizbə təhəmmül etməz. Qətibi imar həyatdır o xəbis, ki edə kizb ilə ağzın təlvis. Ağzın islandıra, müləvvəs eləyə. Kizb mədumdur ey, əsli yoxdur. Kizb mədumdur, əsli yoxdur. Bab İslamidə fəsli yoxdur. Kizbüdür əfsəli əsli fəsadat umur. Kizbüdür əsli fəsadat umur. İrticab etməz ani əhl-i şuur. Ola qəsdi məgər islah xusum. Bir şərahidə bir şeyi, bir şərtidə yalan ola bilər. Ola qəsdi məgər islah xusum. Məgər iki savaşanı, iki düşməni barışdırmaq istəyə onda. Ola qəsdi məgər islah xusum. O zaman kizbi dəgüldür məzmum. Yoxsa hər ləfzi ola məhz xilaf. Əmrə bihudə.
yerə laf-ı gezaf. Öylə şəxs, öylə əbləh-i səqin ülfətdən, öylə şəxsi ilə səqin ülfətdən nar duzəx gəlir o söhbətdən. Dedi Sultan Rəsul Fəxr Duhur burhindən ki edə kezb zuhur. Bir dəhəndən ki edə kezb zuhur, buy bی bد eder ol اطراف حلول. بوی بد eder ol اطرفه حلول. چه ملک elemez ol suye nuzul. Ta 30 mile kadar daireden, ta 30 mile kadar daireden o garem rayihe minnetten. uğremez rayiheyi minnet neden. Olmaya münkerin inkar şedid, sözü etmeye kısm ile temhid. Neçələr vardır ki mübahat eyler, çiz bile nakli mehalat eyler. Eder ettirmegen kendini təsdiq. Eder ettirmege kendini təsdiq, qismi şüd nutaqi təhqiq. Can verir, eylemez Allah'a qəsəm. İlmi billaha olan əhli qidəm, can verir, eylemez Allah'a qəsəm. Bilməyən cahil o nadan o anid, sözün eylə, qəsəm ilə təmhid. Bilməyən cahil o nadan o anid, sözün eylər, qəsəm ilə təmhid. Gör mənsur çox necə بی مذهب gör mənsur çox necə bi məzhəb bidin, hər sözündə edər 3 dəfə yemin, 3 dəfə deyir, hər sözünə and içər. Çox yemin əhli degül əhli səmin, çizbünün şahididir fərti yemin. Yalancılığının hardan deyir bilirik, oradan ki çox and içir. Çox and içmək özü göstərir ki, yalan danışır. Burada kitab qərələməklərini görürük, birinci yazıya bənzir. Neçə yerdə bunu gördük, bu səhifədə çox görürük. Məsələn, burada çox yemin üstünə xətt çəkibdir. Bundan əşnə necədir bədkarə, edər ətvar ol yit izhar, edər ətvar vilayət izhar, verməgə şəni kəramata furuğ, bəst edər neçəsi rüyayı duruğ. Görməz ol kəs iki aləmdə fəlah, ki sata ساخته تقوایه و تقوا و صلاح. Oldu alat-ı معاش dünya, oldu alat-ı معاشی dünya, غصeden خرگه و تسبیح و درra. Feyzi yoktur, verir insana sıda. صوت تقسیم الهی و سما. اگر etdi selef ehli tariq, şimdi taklid edüken bil tahqiq. Ana ettir dese دورانی, آگه ettir dese دورانی, selfe cazibe-i Rabbani. Yine ol cezbe gelirse ne güzel, kim eder cezbeyi hakkı ile cedel? Sözümüz zümre-i taklididir. Sözümüz
sözümüz zümre-i təqlididir. Bəhsimiz rizqdir, dərsidir. Gedək bir ayrı səhifədən bir ayrısını oxuyaq. Buradan şeir başlanır. Hikaye şut. Görək bu şut nə deməkdir? Kimya vəqəsi çoxdur, amma bir məşhurdur elə əsğa. Bir zaman içrə məgər bir əyar, eyləmiş bir neçə altuni qubar. Altun qızıl. Edib amixtə bu çənd əcza. Edib amixtəyi çənd əcza, qumuş adini termun xəta. Ya tramun xəta. Belə bir şey deyibdir. Yəni nəmənə bilmirəm. Dəstəli teynəndə yazıbdır. Bilmirəm inəm. Adını qoymuş tramun xəta. Tramun yəni nəmənə bilmirəm. Satmış əczadıyu bir əttarə. Almış ol vəci ilə bir qaç para ehtimalən. Allah Allah, Qarabağ dolu kimi gəlir. Allah Allah, pencəriyə deyir bir səs salıbdır. Ərz hal edib o şəhrin şəhinə. Ərz hal edib o şəhrin şəhinə. Eyləmiş vəz-i cəbin dərgəhinə. Demiş ey padişahi aləmgir, bənəm ustad fununi iksir. Bu yerlərsə qılın hüsn-i nəzər. Bu yerlərsə qılına hüsn-i nəzər, edəyim gəncini yer pür cövhər zər. Şəbə yerlərsən, şübhə eylərsən əgər, etmədən saz, lilləhil həmddir təbəhhür be baz. Bir nümunə edəyim sanə əyan sənə. Bir nümunə edəyim sanə əyan, kəndi çeşminlə görüb sonra inan. Bu sözü eşidəcək Şah-ı Kərəm, dedi amma amadə edin noblərinizi həb. Hünərim göstərəyim bəndə bu şəb. Şah əmri ilə səkürdürüb xuddam. Nə demək? Şah əmri ilə süldürüb xuddam, oldurar hiclə eczayı tamam. Eylədülər hiclə eczayı tamam. Cümlə eczayı tamam. Olmadı leyk kiramun peyda. Dedi eksir geray mülk ara. Türmundur bu ki cüz'i əzəm. Kimya olmazsa atom. O atom haman. Atom. Türmundur bu ki cüz'i əzəm. Kimya olmazsa atom. Şah tə'kid ilə etdi fərman. Ardilər ani dükan bətkan. Ardilər ani dükan bətkan. Tükan və tükan. Ağbət biri dedi bir əcza. Ağbət biri dedi bir əcza, bəndə var namini bilməm əmma. Ağbət biri dedi bir əcza, bəndə var namini bilməm əmma. Gətirin bəlkə budur məqsudi, dəxi yox şəhrimizin mövcudi. Kimyager görəcək, dedi bəli, budur iksirin əhəmmi əməli. Girdi şah ilə tənha bir caya, ördü hilə görəkən əczaya. Ördü hilə
ördü hilə, görükən əczaya, edib əczayı əməllə itlaf, qudrətin qərinə çökdü zər saf. Qudrətin qərinə çökmədi zər saf, ya çökmədi olacaqdır. Bir hissə olacaqdır, bu nə cürdür? Zəri etdi peyda. Bir sinə zəri etdi peyda. Əqlin aldırdı, görüb şah cahan. Əqlin aldırdı, görüb şah cahan. Dedi təhsin edib ey rind zaman. Əfsər neylər sana həm sənətünə. Afərinlər sənə həm sənətinə. Fənn iksirdə əsliyyətinə, əhliyyətinə. Leyk varmı bunu təkmilə səbil. Törəmuni necə etsin təhsil. Törəmuni necə etsin təhsil. Dedi urenda və kisiri neca. Etmək istər səfəri mülkü xəta. Baş tapmadım və yoruldum düzünü axtarsaz. Gedək axir səhifəmizdən bir-iki dənə oxuyaq. Görək ki, əcəba buradan bir şey tapa bildik. Fəth olub məxzəni gənci qeybün, nəqdidən olmayacaq xali cibün, olmaya məst xahişi dinün, göstərə nazilə mə'mən sinxün, malidən olmaya xali bucağın, naridən olmaya xali ocağın, lütfü haqq qeyrinə dəst açmayasan, lütfü haqq qeyrinə dəst açmayasan, xəlqə lütf eyləmədən qaçmayasan, ləbin olsun suxənarayı kəlam, dinün maşiteyi ləfz məram. Çox olə malün eylə ovladın, çox olə malün eylə ovladın, ərtə ol dik olə iradun. Ərtə ol din olə dik olə iradun. Məzhəri muhibəyi haqq oləsən. Məzhəri muhibi haqq oləsən. İyi evlad müvəffəq oləsən. Görmə dərd sər çeşm dəndان, görmə dərd izzət. Dəvətə getməyəsən bi izzət, xanədən çıxməyəsən bi rəğbət. Hər şəban ki yəqəsin şəm əsəl, hər şəban ki yəqəsən yaxasan sən şəm əsəl, görməyə məclisinə dudi kəsəl. Girməyə məclisinə dudi kəsəl. Dəsti bəstə türülər xuddamın, dəsti bəstə türələr xuddamın, eyş işrətlə geçə əyyamın. Ya yapdırıb naz sənə cam, yapdırıb tazə nitazə cam, köhnə geydirməyəsən xuddamə. Payimali səqala olmayəsən, payimali səqala olmayəsən, tənigahı uqala olmayəsən, bulməyə təni məhəl kimsə sənə, deməyə kimsə bu düşməzdi sənə. Eləsün şekli ki göl hərfi tərəb, eləsün sən şeki göl hərfi tərəb, sözün olsun səbəbi xəndeyi ləb. Hər şəbin qədri olə,
Hər özün eyd. Hər şəbin qədr ola, hər ruzun eyd. Sürəsən dövlət ilə, sürəsən dövlət ilə ömrü məzid. Çün Əbülxeyr qulundi, çün Əbülxeyr qonuldi namun, adı Əbülxeyr əslən. Bu oğlunun adı Əbülxeyr Muhammed. Çün Əbülxeyr qulundi namun, xeyr edə Həzrət Haqq əncamın. Burada kitab qurtarır. Tarixi də ki oxumuşduq. Həman yerdir. Amma buradan bu üzə görək nə var. Burada möhürdür. Burada da ki onu gördük. Burada da axirdə bir duadır. Və kitabın cildidir. Qurtardı. Tamam. Bu günlərdə iki kitabla tanış olduq. Fikir edim ikinci kitabı görmüşdük. Fikir edirəm, çox bənzir. Eyni də əlbəttə. Biraz orada-burada fərqi yadıma gəlir. Amma mən düzdür, uşaqlığımdan şeir hifz eləmərəm. Yəni, hifz eləyə bilməmişəm. Xoşumda gəlməyib kitab. Bir şey hifz eləyəm. O şey ki oxuram, onun mənasını düşünsəm, onu çətin yadımdan çıxadıram. Və şükür olsun, burada ki, ələn bunu oxuyuruq. Bu kitabı mən nəzərimə gəlir ki, öncədən oxumuşduq. Adlar mənə tanış gəlir, şeirlər tanış gəlir, qonular ki, şeirdə qoyubdu tanış gəlir. Hətta bəzi sətirlər, beytlər belə tanış gəlir. Onun üçün nəzərimə gəlir ki, bu kitabı oxumuşduq. Hər halda, bu gün iki kitab oxuduq. Əvvəl kitabı çapa gedibdi, əl yazmadır, amma çapa gedibdi. Ehtimal verirəm ki, daş yazma olsun onda. Çünki məsələn, daş yazmanın üstünə yazırdılar, gedirdi, dəst qoyurdular, götürdülər. Bəlkə o cür bir şeydir, amma əl yazma çapa getməz normalda. Əl yazma, əl yazmadır da. Bunu yəni nüsxə götürərlər. Və kitabın adı, ikinci kitabın adını Pəndnamə-i Türki yazmışlar ki, onun adı Xeyrnamədir. Əbülxeyr adından gəlir. Çünki yazan özünün adı Məhəmməd Çələbidir. Yox, Yusif Nabi adında, bu ehtimalən Yusif Nabi bunun şeir adıdır, amma Məhəmməd Çələbidir. Ya da Məhəmməd Çələbi bunun oğludur, başı tapmadım burasını, amma oğlunun adını yap birinci şeirdə yazmışdı, orada biz gördük, Əbülxeyr nəmənə idi. Üçüncü səhifədə bunu açmışdılar. Yox, oğlunu elə adını gətirir ki, buradan bu yüzü istəyirəm oğlumun şeyin oxuyam, oradadır. Ya ey Əbəlxeyr Məhəmməd Çələbi, ey edən zat-ı müzəyyən cələbi, cigərin parəsi ömrün vari, duhi dövləti, dövlətimin nobari, pərtöv-i nuri həyatım sənsən, məhzi xeyri bərəkatım sənsən, səni etdi kərəmindən əta, pedərin Yusif Nabi be xuda, Nabiyə xuda. Pedərin Yusif Nabi, bu bunun dədəsidir. Bu da kimdir? Əbülxeyr. Əbəlxeyr Muhammed Çələbi, bu əslən bunun adıdır. Bunu da yazaq burada ki, Əbəlxeyr Muhammed Çələbi Yusif Nabi. Yenə də Yusif Çələbi olacaq ki, bu da geçsək burada bir yerdə Google-də yazsaq Yusif Çələbi, görək nə gətirir, əgər gətirsə yaxşı olar. Yusif Çələbi. Yusif Çələbi. Yusif Nabi. Parantez içində qoyaq bunu. Çələbi eləyək, görək ki, nə gətirir. Gətirdi bir şey, deyir ki, Ferest Ferhingana Bulanpayı həmçün Yusuf Etisami ilə Cəfşar Filan Bəhman Yusuf Şirazi, yox, burada ədəbiyyat Türki İstanbuli İmperator Osmani və Teymuriyan Quta Doğu Bilik be məni daniş-i müqəddəs. Bu da o deyil. Gedək buradan soruşaq, görək ki,
1642-ci ildə doğulub, 1712-də ölübdür. Məşhur به نابی چلبی یکی از برجسته‌ترین شاعران، نویسندگان و اندیشمندان دوره عثمانی است. او از مهمترین نمایندگان مکتب حکمت آمیز در ادبیات عثمانی به شمار می‌آید. نام کامل یوسف نابی، لقب نابی چلبی، زادگاه Urfa، şanlı Urfa. 1051-də doğulubdur. 1051. (1051-də doğulubdur. Dərgüzəşt 1124-də də ölübdür. مدت حلب دمشق زندگی کرد و از ادیبان دستگاه اداری عثمانی بود. وی در شعر و نثر صاحب نفوذ بود و هم به ترکی عثمانی و هم به فارسی تسلط کامل داشت. نابی از بنیانگذاران سبک حکمت آمیز در ادبیات عثمانی است. سبک حکمت شعر او معمولا پندآمیز، اخلاقی، اجتماعی و متکی به تجربه زندگی و خرد است. در کنار شعر در نویسندگی و نثر هم مهارت داشت. آثار مهم نابی: دیوان نام، مجموعه اشعار شامل قصیده، غزل، قطعه و رباعی. کتاب حیات الحیوان، ترجمه اقتباس از کتاب حیات الحیوان دمیری با افزوده‌هایی از خود نابی. تحفة الحرمین، سفرنامه زیارتی نابی به مکه و مدینه، یکی از سفرنامه‌های مهم عثمانی. Bunu tapsıq yaxşılar. سخن ورن، مجموعی از اندرزها و نوشته‌های اخلاقی. سرگذشت‌نامه و رسائل کوتاه. جایگاه نابی در ادبیات عثمانی او را همراه با صائب و نظیم از پایه‌گذاران شعر حکمت آمیز، اغراق‌آمیز سبک هندی ایستاد و بر معنی آفرینی واقع جرایانه تأکید کرد. نفوذ او در قرن‌های بعدی نیز ادامه داشت. تمام. دیگه چی لینک کتاب‌های او را لازم داریم. Görək bir şeydə bu kitabların linkinə görə gətirsə bir baxaq, əgər download eləməyi mümkün olsa. خیلی خوب. بله، برخی آثار نابی به صورت آنلاین قابل دسترسی در ادامه چند لینک مفید برای شما. Tamam. Dostlar, bir kitab da buradan tapaq, görək ki nədir? Nabinin o birisi kitablarından da görək, tanış olaq. Özə sahibi səbk imiş və Hindinin iğraqi səbkinin qarşısında. Bu da cəlib bir söz dedi. Mən onu çox da önəm vermədim, geçdim üstündən, amma burada o cəlib bir şey deyibdi. Hara geçdi, dedi şeyi. نابی در اشعارش در برابر تخیل اغراق‌آمیز سبک هندی که indi də İranlılar ona mübtəladılar və bər məni afəriniyə vaqe cərayane. Çox fərqi var. İki dənə məktəbin mən bunu da buradan götürüm. Əlbəttə ki, götürməyim, yazam. Bunu yazdım burada. Yazdım ki təxəyyül اغراق آمیز سبک هندی در مقابل نمونه معنی آفرینی واقع جرایانه. Türkçe. Tamam. Çok güzel, çok güzel. Ben bu günləri səbəb oldu ki, bir şeylər də bu şəxsiyyətə görə öyrəndik. Bunun da kitablarından bir neçəsini gördük. Sağ olun, sağ qalın. Əgər Allah ömür verirsə və minnət qoyursa bizə, bir ayrı gün Türk dünyasının yaratdığı, Türk insanının yaratdığı uyğarlıqlardan bir ayrısı ilə tanış olarıq. Sağ qalın, səlamət qalın.